Selam. Yine mən, yine videolarım, yine söhbət vloqum deyə bilərəm. Bu günlərimdə bir mövzu düşünmədim. Nə haqqında danışacağım? Sadəcə videonu açmadan öncə qərara gəldim nə haqqında danışacağımı. Bir mövzu, bir mətn yoxdur. Mən videolarımı sadəcə söhbət amaçlı çəkirəm. Necə ki, hal-hazırdakı real ətrafımda olan insanlarla günlük necə ki söhbət edirəm, necə danışıram, müzakirə aparıramsa, bu videolarda onun üçün çəkirəm. Elə bir şeydir sadəcə olaraq. Daha rəsmi şəkildə deyil, daha səmimi şəkildə çəkmək istəyirəm və səmimi şəkildə danışmaq istəyirəm. Və mən düşündüm, qərara gəldim ki, bugünkü mövzumun valideyn və uşaq münasibətlərindən olsun. Valideyn, necə valideyn olunur, necə valideyn olunmalıdır, uşaqların gözündə valideynlər kimi bu mövzulardan danışmaq istədim. Valideyn, insan niyə valideyn olur? Yəni, mən düzü uzun müddətli video paylaşmırdım, video çəkmirdim, story falan, status falan heç bir şey paylaşmırdım. Səbəbi sorğulama dönəmində olduğuma görə idi. Mən analiz edirdim insanları. Bu hər zaman zaten belə idi. Əsasən son dönəmdə, son bir neçə həftədir ki, yalnız valideynləri analiz etməyə başlamışam mövzumla bağlı olaraq. Və analizimdə çox qəribə, çox şaşırtıcı deneyimlər aparmışam. Mövzular, suallarıma verilən cavablar məni həqiqətən şoka uğratmış ola bilər. Yəni, ona görə də bu mövzu haqqında danışmaq istədim. Uzun müddətli ortalıqda olmamamın səbəbi budur. Valideyn uşaq münasibətləri. İlk öncə onu sual verim ki, valideynlər cavab verə bilər ki, nəyə görə valideyn olmağı seçiblər? Yəni ki, niyə dünyaya uşaq gətiriblər? Bu sadəcə hal-hazırda davam edən bir proses olaraq mı görüblər? Evlənməliyəm, uşağım dünyaya gəlməlidir. Yəni özlərinə niyə uşağım olmalıdır, niyə bu qərarı seçirəm və yaxud niyə evlənməliyəm ümumiyyətcə deyə sualı vermədənmi dünyaya gələn uşaqlar, yoxsa tək qalmamaq üçünmü? Çünki mən sual verdim bir valideynə ki, nəyə görə uşağın var, yəni nəyə görə uşaq dünyaya gətirmirsən? Yəni ilk olaraq biraz dayandı, cavab verə bilmədi. Daha sonra dedi ki, bəs neyniyəcəkdim? Necə neyniyəcəkdin? Qocanada kimi baxsın, tək mi qalım? Yəni insan özünü garantiləyir də, sən uşağı dünyaya garantilədiyin üçün gətirirsən və deyirsən ki, yəni gələcəkdə mən tək qalmayım deyə garanti olaraq bir fərd dünyaya gətirirsən. Bu qədər axmaqca bir şeydir ki, sən tək qalmayasan deyə, yenə özünü düşünürsən. Bu ciddən narsistik mi deyim, manipulyator mu deyim, özünü düşünmə mi deyim, yəni nə adlandırım bilmirəm də. Yəni bu çox deyim, sərt səslənə bilər. Çox ağır səslənə bilər. Amma bu ciddən belədir. Bəzi valideynlər valideyn olmağın nə demək olduğunu bilmədən uşaq dünyaya gətirirlər. Bu uşağı tam olaraq, fərd olaraq təkmilləşdirə bilmirlər, yetişdirə bilmirlər. Bu çox amma çox yaxşı bir şey deyil. Ciddən pis bir şeydir. Sonra deyirlər ki, bu uşaqlar nəyə görə belədir? Hal-hazırda dövrümüz niyə belədir? Çünki biz valideyn olmağı bilmirik. Yəni bizə necə deyim, bu yetenek, bu istedad, nə deyim, yəni verilib və sən bir fərd yaradacaq potensiala sahibsən. Sən bunu bacarırsan, istedadı bacarırsan. Yəni sıfırdan sən bir fərd yaradırsan. Yəni ki, bir yeni insan yaradırsan və sən bu insanı yaratma gücünə sahibsən. Bunu isə sadəcə tək qalmamaq üçün edirsən. Yəni sən onun necə bir fərd olduğunu, necə deyim, böyük bir insan olduğunu Doğan Cüceloğlu'nun Gəlişdirən Anne Baba kitabında bununla bağlı çox gözəl statlar var, yazılar var. Mən yeni oxumaq onu başlamışam. Və uşaq dünyaya gəldikdən sonra bütün uşaqlar, bütün fərdlər filosof ola bilər, necə deyim, araşdırmacı ola bilər, vəkil, hüquqşünas, hər bir şey ola bilər, həkim ola bilər. Yəni bu potensialı var. Sadəcə sən onu necə yetişdirməli, necə böyütməli, əsas önəmli olan budur. Sən buna diqqət etməlisən. Və dediyim kimi, valideynə sual verdim ki, sən nəyə görə uşağı dünyaya gətirmirsən? Dedi, tək qalmamağa görə. Dedim, təklik bu qədər qorxuducu bir şeydir. Sən nəyə görə təklikdən bu qədər qorxursan? Deyir, qocalandan sonra bəs mənim əlim ayağım tutmayandan sonra necə olacaq, necə eləyəcəm? Dedim, bunun üçün yəni ki, yaşlılar evi var, oraya gedib müraciət edə bilərsən. Deyir, bəs insanlar nə deyər? Deyər ki, bunu nəyə görə almadılar, nəyə görə evlənmədi, yaxud nəyə görə uşaq olmur, problem kimdədirmi? Dedim, sən insanlara görə yaşayırsan və insanlara görə hələ sən özünü tam təkmilləşdirmədən, sən özünü tam inkişaf etdirmədən bir fərd yaradıb, onu necə təkmilləşdirəcəksən, onu necə böyüdəcəksən, ona nə öyrədəcəksən, özünün qazandığı nəyin var ki, nəyi də ona ötürəsən. Yəni ki, əsas önəmli olan bunları düşünməkdir də. İnsanlar isə bunu düşünmür. Narsist olaraq özlərini düşünürlər. Evlilik mövzusudur. Uşağı müəyyən yaşa gətirirsiniz, müəyyən yaşda böyüdürsünüz və böyüdəndən sonra
Artıq kiminlə evlənəcəyiniz, çox valideynlər əslində kiminlə evlənəcəyini siz qərar verirsiniz. Yaxşıdırmı, pismi? Heç ora baxırsınız ailəsinə. Ailəsinə baxırsınız ki, mən onun ailəsinə baxmıram ki, ailəsi necə bir insandır. Yəni ailəsi insanı məncə ailəsinə görə yargılamaq doğru bir şey deyil. İlk olaraq bunu deyim. Mənə görə bir uşaq iki şəkildə böyüyə bilər, iki seçimi seçə bilər. Bir ailəsi kimi olmağı, bir ailəsindəki gördüyü davranışları, gördüyü xarakterləri sevməyib, ona tamamilə əksi olmağı seçərəkdən. Yəni bu iki şəkildə ola bilər. Mən hər zaman bunu deyim. Ailəmi və ətrafımdakı digər insanları analiz edib, onların tamamilə əksi olmağı seçərəkdən böyüməyi seçmişəm. Baxırdım, mənim hər kəsin özünün doğrusu və yanlışı olduğuna görə mən baxırdım və deyirdim ki, bu mənim doğrularıma tamamilə əksdir. Və mən belə olmağı istəmirəm, belə olmağı seçmirəm, mən tamamilə əksi olmağı seçirəm. Və bu nəyə görə seçdiyimi isə fərqindəyəm. Nəyə görə mənə görə bu yaxşıdır, mənə görə bu pisdir. Bunun fərqində olduğuma görə bu şəkildə bunu analiz edirdim. Və digər uşaqlar da bu şəkildə böyüyə bilər. Bəzən insan həm ailəsi, həm ətrafı formalaşdırdığına görə ilk öncə bu ailədən gəlir. İlk öncə ailə baxımından insanlara görə yaradılmış bir övlad düşünün. Yəni dünyaya gəldiyi zaman sevginin nə olduğunu və həqiqətən də bu uşaq dünyaya gətirirsiniz. Bunu sevgi ilə gətirin. Həqiqətən bir fərd yaratmaq istəyi ilə gətirin. Nəyə görə var elədiyinizi fərqinə vararaqdan bunu edin. Yoxsa İnsanlara görə ümumiyyətlə uşaq dünyaya gətirməliyəm və bunun əksi olmadığını bir zincirvari olaraq davam edirsiniz və bu zincirin bir yerdə qırılmasını istəmədiyiniz üçün. Yəni niyə sualını vermirsiniz? Bu niyə sualını verin və ondan sonra yaradıcılıq eləyin. Yəni cidden bu belədir. Siz bunu eləmirsiniz və çox narsist olaraq. Evliliklə bağlı keçən dəfə belə bir şey də oldu. Valideynlərdən biri uşağına elçi düşən ailənin birinə dedi ki, oğlana daha doğrusu, oğlanın onun düşüncələrinə zidd olan xarakterə, görünüşə, nə bilim davranışlara sahib olduğuna görə dedi ki, mən qızımı buna vermərəm. İlk öncə vermək məsələsi və sən bir fərd yaratmısan, fərdi yaratdığının fərqində deyilsən, sənin olduğunu fərqindəsən. Məsələn, hal-hazırda valideynlərin bir çoxu uşaqlarını oyuncaq olaraq görürlər. Bu oyuncaq mənimdir olaraq. Necə ki, uşaq vaxtı bizim öz oyuncaqlarımız vardı və deyirdik ki, bu mənimdir də. Saçlarını istədiyimiz şəkildə kəsərəm, istədiyim şəkildə boyayaram, istədiyim şəkildə hörərəm, istədiyim geyimi geyindirə bilərəm. Hal-hazırda ki, bir çox insan, valideynin daha doğrusu, düşüncəsi bu tərzdədir. Bu uşağı mən yaratmışam, mənimdir və mənim olduğuna görə də mən istədiyim şəkildə bunu geyindirə bilərəm, saçını istədiyim şəkildə, istədiyim insana evləndirə bilərəm, davranışlarını istədiyim şəkildə yönləndirə bilərəm. Amma bu elə deyil, bu fərddir, yəni oyuncaq deyil. Sən bunu oyuncağın olaraq görə bilməzsən, bu fərddir və sən bunun fərqinə varmalısan ki, bu bir fərddir. Yəni bu bir insandır, bu şuurlu insandır, bunun şuuru var, oyuncağın olmaya bilər. Amma ki, bunun şuuru var, yəni özü nə istədiyini bilə bilir. Yəni valideynlər deyir ki, sənə bu saç yaraşmır. Amma axı onun fərdin öz düşüncəsi var. Özü bilir ona nə yaraşır, yaraşmır, yaraşsa da, yaraşmasa da. Mamamın hər zaman dediyi bir şey. Əminə qız uşaqsa makyaj elə. Hal-hazırda makyajsız nəysə, meykapsız video çəkirəm. Mamam buna qarşıdır. Qız uşaqsa makyaj elə. Yəni niyə bu ehtiyacı duyaq? Niyə bu ehtiyacı qız uşağı olmaq, digər insanların qarşısına hər zaman makyajla çıxmaq və yaxud da ki, geyimini insanlara görə formalaşdırmaq. Saçım məsələn hal-hazırda atama görə çox zidd bir saç düzümündəyəm. Yəni bunlar var, amma mən bunların fərqindəyəm. Onlar bu şəkildə qalmağı seçirlər. Yəni həqiqətən inkişaf etməyi seçmirlər. Bu hal-hazırda düşüncələr onların doğrularıdır. Mənim isə yanlışlarımdır. Mən onlardan əks olmağı seçmişəm. Və bəzən hətta mənim qıcığıma da gəlir. Yəni onların dediyi, böcəklər imkan vermir. Bəzən mənim qıcığıma da gəlir. Onların dediyi, məni formalaşdırmaq istədikləri şəxsi tamamilə əksi olmağı seçirəm. Və bunu özüm istəməsəm belə bunu edirəm ki, bunun artıq normal olduğunu, mənim bir fərd olduğumu, mənim istəklərim olduğumu, öz qərarlarımı özüm verə biləcəyimi artıq anlasınlar deyə. Bunu insanlar anlamır. Sən o zaman valideynin sevimlisi olursan ki, ona itaat etdiyin zaman, necə itaat etdiyin zaman
onun dediklərini, onun doğruları, yanlışlarını olaraq qəbul etdiyin zaman sən sevilən övlad olursan. Bəzi uşaqlar uşaqlıqdan bəri bu şəkildə valideynləri nədir onu sevsin deyə, yaxşı övlad olsun deyə, onların gözündə yaxşı övlad olsun deyə onların dediklərini edir, itaətkar övlad olmağı seçirlər və öz duyğularını o qədər bastırırlar ki, bir yerdən sonra partlayırlar. Yəni cidden bu eləməyin nə qədər yanlış olduğunu fərqinə varlar, amma bir yerdən sonra necə doğru olacaqlarını bilmirlər. Çünki bu öyrədilməyibdir. Necə öyrənəcəyini də bilmir, necə qəbul edəcəyini bilmir. Mən bəzi insanlar əslində həmin uşaqlarda bir çox seçimlər etməlidir. Qorxmadan, çəkinmədən düşünməlidirlər ki, mən öz qərarlarımı verib, yanlışı ilə, doğrusu ilə onun arxasında olaraq da öyrənə bilərəm. Mənim də təbii ki, bir sürü səhvlərim, bir sürü doğrularım ola bilər. Bəlkə doğrularım səhvlərimdən belə azdır. Doğrularım olduğunu da düşünmürəm. Amma mən eləyən budur. Mənim hal-hazırda danışığım, davranışım, təcrübələrim, bəzən axmaq çox danışmağım, aşırı çox danışmağım da ola bilər. Mən eləyən budur. Yəni ki, mən artıq bir yerdən sonra özümü formalaşdırma, özümü böyütməyi öyrənmişəm. Özümə valideynlik eləməyi, həm də necə uşaq olunur onu öyrənmişəm. Yəni ki, bu çox çətin prosesdir. Yəni cidden uşaqlarımız üçün çox çətin prosesdir. Amma valideynlərə də bu videonu çəkərəkdən demək istəyirəm, cidden belə valideyn olmayın. Bir şeyləri bir yerdən sonra dəyişin. Yəni düşünün ki, mən niyə anamı, atam, ulu babam, ulu nənəm kimi olmalıyam? Niyə onların düşüncələrini sorğulayın da? Yəni niyə sualını verin? Niyə sualını vermək bu qədər çətin bir şey deyil də? Yəni mən niyə evlənməliyəm? Mən niyə dünyaya uşaq gətirməliyəm? Mən niyə geyimimi insanlara görə formalaşdırmalıyam? Mən niyə xarakterimi, xasiyyətimi, davranışımı insanlara görə formalaşdırmalıyam? Uşaq dünyaya gətirdiyim zaman nəyə görə uşağımı cəmiyyətə görə formalaşdırmalıyam. Cəmiyyətə görə deyil, özünə görə formalaşdırmalıyam. Doğruları, səhvləri özü öyrənməlidir. Özü öyrənməlidir. Yəni bunun özü fərqinə varmalıdır. Siz isə bunu ona icazə vermirsiniz. Yəni valideyn olmağı tam olaraq böcək yapışdı kamerama. Böcək, hadi. Tam olaraq icazə vermirsiniz. Və uşaq o zaman cidden böyüməyi bacarmır. Bir yerlərdə qırılıb qalır. Sonra deyirsiniz ki, bu uşaqda nəsə normal getmir, nəsə yolunda getmir. Çünki siz onu böyütməmisiniz. Necə deyim, valideyn olmamışsınız. Sadəcə digər fərdlər kimi bir oyuncaq kimi dünyaya gətirmək məcburiyyətində hiss eləmisiniz. Yəni uşaq bunu hiss edir. Uşaq dünyaya gəldiyi andan belə, anında yəni hiss edir. Sevgi ilə mi dünyaya gəlib, sevilərək mi dünyaya gəlib, sevgi dolu ailəyə mi gəlib, yoxsa sadəcə məcburiyyətlər, evlənmək məcburiyyətində olan ailənin uşağı olub, sevgisiz ailədə mi böyüyüb? Yəni bir fərdə bunu etməyin, cidden. Bir cəmiyyətə bunu etməyin. Yəni gələcəkdə sizin o şəkildə böyütdüyünüz övladlar mənim doğrularıma görə böyütdüyüm övladlarla eyni ortamda olacaq və insanı həm də bir uşağı, bir fərdi də ətrafı da formalaşdırdığına görə mən bunu istəmirəm. Həqiqətən istəmirəm. Bu mənə görə çox əks bir şeydir və videonun sürəsi çox uzun çəkdi. Bayağı çox danışmaq istəyirəm bu mövzuda. Uşaqlarınızı öz seçdiyi evlilik baxımından deyim. Uşaqlarınızı öz seçdiyiniz insanlara, sizin doğrularınıza görə doğru olan insanlara, hal-hazırda maddiyyatı yaxşıdır, işi var, okey. Yəni ağlı var, şuuru var, yəni normal fərd olaraq yetişirmi bu insan? Yoxsa yox. Siz bunu düşünmürsünüz. Bunun fərqinə varmırsınız. Önemli olan bunları düşünmək. Uşağın nə istədiyini, əsas buna önəm verin. Yəni, bugünə bu videom yetərli. Bugün də çox danışdım. Amma yaxşı danışdım. Düşüncələrimi bölüşmək, analizlərimi bölüşmək üçün bu videoları çəkirəm. Daha çox videolar çəkəcəm. Bu sadəcə söhbət amaçlıdır. Yəni, bir şeylərdən mükəmməl olmaq üçün deyil. Hər şey mükəmməl zaten ola bilməz. Bu videolar mükəmməl olmaq üçün çəkmirəm. Sadəcə söhbət etmək istəyirəm və söhbət edirəm. Bu qədər sadə. Görüşənə dək növbəti videolarım yeni mövzularla yenə çəkəcəm. Əminəm buna. Uzun vaxt çəkə bilər. Amma hər zaman video çəkməyə okeyəm.